Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Rətvə kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir yemək hazırlayacağıq. Toyuq çığırtması bizim kanalımızda var. Yəni cürbəcürəlidir soğanla zatla. Bu isə çox gözəl bir belə deyərdim, reseptlə olacaqdır. Bunun üçün bizə nələr lazımdır? Bizdə kət toyuğudur, görürsüz, belə kət toyuğudur, boğazızadır. Yəni kət toyuğu, yeri toyuqla biz bunu belə deyim edirik. Siz istəsəz brollerlə də edə bilərsiniz. Ondan sonra pomidor, soğan, 2 baş soğan olacaqdır. 2 dənə bibardır. Görürsüz, elə bir ki bölüb 2 yerə bölmüşük. İçini zadı təmizləyib və biraz da alınca. Təbii ki duz gözövgə görə və yağ. İlk öncə necə edirik? İlk öncə ətimizi qaba qoyub, belə deyək, qazanımıza qoyub, üzərinə su töküb başlayırıq qaynatmağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi, bax, beləcənə ətimizi qoyuruq belə bir qaba, belə bu şəkildə. Və üzərinə bunun su əlavə edirik. Altını yandıraq və su əlavə edəcəyik. Deməli, əziz izləyicilər, üzərinə bunun su əlavə edirik. Belə, yəni biraz çıxana kimi su əlavə edirik. Deməli, su əlavə etdikdən sonra duz əlavə edirik zövqə görə. Ondan sonra istiot, yəni qara, qırmızı istiot hasından olsa biraz yaxşı tam versin. Və bir balaca da sarı kök tökürük ki, həm tamı, həm də rəngi yaxşı olsun. Və bunu belə deyərdim, ağzını örtürük, güclü. Odda qaynayır, suyu çəklənə kimi bu pişir. Belə. Ona kimi isə tərəvəzlərimizi doğrayırıq. Deməli, əziz izləyicilər, ətimiz pişən kimi tərəvəzlərimizi doğrayırıq. Bax, belə səmavari bibarlarımızı doğrayırıq. Şəkildə, çünki bibarlar sonsuz da pişəndə içində belə gəldim əziləcəkdir. Bibar buna xüsusi belə deyək də tam verir. Belə. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bibarımızı belə doğradıq. Bir kənara qoyub soğanımızı da doğrayırıq. Soğanı səmavaridə doğraya bilərsiniz. Onsuz da içində şey olur. Biraz xırdadır, amma biz belə səmavari doğrayırıq soğanımızı. Belə. Gerisini doğrayalım. Böyle. Əziz izləyicilər, soğanımızı doğradıktan sonra pomidorumuzu beləcə hissəsini kəsib, onu da doğrayırıq.
bir neçə hissəyə bölüb pomidorumuzu da və beləcə bir neçə hissəyə bölürük. Belə. Belə. Bu şəkildə də pomidorumuzu doğrayırıq. Deməli, əziz izləyici, gördüyünüz kimi tərəvəzlərimizi doğradıq. Pomidor, soğan, biber alçamıza durur və gözləyirik pişməyini. Yəni ətimiz pişib suyu çəkilənə kimi gözləyirik. Əziz izləyici, gördüyünüz kimi bax ətimiz beləcə qəşəngcə burada pişir və bu pişib bütün suyu çəkilənə kimi yəni bunu belə şey deyirik ki, suyu çəkilsin. Suyunu düzdür, birazca çox eləmişik, amma fərqi yoxdur, çəkiləcəkdir. Yəni çəkilənə kimi gözləyirik. Deməli, əziz izləyici, gördüyünüz kimi bax beləcə hazır oldu. Başlayırıq tərəvəzlərimizi əlavə etməyə, soğanımızı, yəni suyu çəkildi ətimizin. Başlayırıq tərəvəzlərimizi əlavə etməyə, soğanımızı, biberimizi, ondan sonra pomidorumuzu əlavə edirik. Beləcə zövqə görə biraz turşməzə olsun deyə alınçadan əlavə edirik və təbii ki də yağ əlavə edəcəyik. Biraz da yağ əlavə edirik. Beləcəni də qarışdırırıq ki yaxşıca hamısının bir-birinə döydərdim, söksün. Deməli, əziz izləyici, bax belə gördüyünüz kimi yaxşıca hamısını qarışdırdıq bir-birinə. Baxın, görürsünüz, yağını da əlavə etmişik. Bax beləcə yağda və vantorda qoyub ağzını da örtürük ki, biraz da su versin, bulunda bax beləcə pişsin və pişəndən sonra da sizinlə paylaşacağım. Deməli, əziz izləyici, gördüyünüz kimi artıq çığırtmamız belə deyək pişdi, görün necə gözəl. Baxın, həm rəngi gözəl, həm də ki inandırım sizi tamı gözəl, əsl kət toyuğu. Bax belə. Belə əziz izləyici, bax beləcə hazırlayın, çox dadlı və gözəl çıxır. Bu qədər, hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılırım. Sağ olun əziz izləyicilər.